Hər kəsə salam, kanalıma xoş gəldiniz. Yoldaşım gilə getmişdik, amma səhər yenə atam gilə qayıtmalı oldu. Çünki evdəkilər, qaynanam, qaynatam gil ağır qrip olmuşdular. Uşağı keçməsin deyə atam gilə gəlməli olduq. Şamları daşıyanda korobka Vasifin əlindən düşdü, şamlar da zədələndi. Oh my god. Ona görə də təzədən hazırlama olacağam, amma zərəri yoldaşım ödəyəcəyini dedi. Instagram səhifəmi takib eləyin. Açıqlama qismində yerləşdirəcəm linkini, oradan daxil ola bilərsiniz. Uzun müddət yanır, ən keyfiyyətli şam məhsuludur. YouTube'dan gəldiyini deyənlərə ekstra 20% endirim də eləyəcəm. Ona görə də bu şansı qaçırmayın. Hədiyyə olaraq da çox gözəl seçimdir. Çatdırılma da var. Hansı ünvanı istəsə çatdırmaq olar. "40 dərəcədə yuyanda fikir vermişəm, çox təmiz yuyur." Atam da həyətdə abadlaşma işləri görür. İnşallah bir aydan sonra həyətimizə gəlin gələcək. Ona görə də çalışırıq həyəti biraz abadlaşdıraq, gözəl görüntü alınsın. Bu gözəl evdə atamın əziyyəti ilə ərsəyə gəlib. Tək başına bu boyda evi bir il ərzində tikib qutardı. İnşallah xeyirli düşərli olsun. Gələn il bu evdən balaca körpə səsi gəlsin. Qazı həmişə böyük bacım təmizləyir. İstəyirəm ki, mən də dərindən təmizləyim. İyunun 1-də uşaqların bayramıdır. İstəyirik ki, Crescent Mall-a gedək. İnternetdə bəzi videoların altında yorumlarda gördüm ki, yazıblar ki, iyunun 1-i mitinq eləmək istəyirlər. Mitinqin də səbəbi Elgünün ölümüdür. Kəşke həmin mitinqi uşaqlar bayramında yox, başqa günə salardılar. Çünki mən istəyirdim həmin vaxtda uşağımı çölə çıxardım. Xaos olacaq deyənə uşağı çölə çıxarmaq olmayacaq. Uşaqlı analar mənə başa düşər, həmin gün uşaqlar üçün xüsusi gündür, həmin günü də heyf elədilər. Buna görə də ayın 1-nə yox, 2-sinə planlaşdırırıq ki, Crescent Mall-a gedək ya da başqa bir yerə olsun, bayram uşağın bayramını qeyd edək. Keçən ilin iyunun 1-i hava çox küləkli idi. Bulvar o qədər külək idi ki, uşağın kalyaskası belə qırılmışdı. Yasamalda elə külək yox idi, amma bulvarda dəhşət külək var idi. Həmin vaxt onu 5 ay 8 günlük idi. Ne edirsən Banu? Xalan yanında. Yox. Ay, yeməli deyil. Acıyırsan. İstəyirəm bir dənə dondurma resepti hazırlayım. Şəkər pudrası eləmək üçün kofolmolkadan çəkirəm. Mənə ölçü olaraq 1 stakan lazım olacaq hazırlamağa. 4 dənə yumurtanın sarısını ayırdım. İndi tökürəm tavaya. Bir stakan da şəkər pudrası. Bir paketdə vanil tökmək lazımdır. Yaxşıca üstünə baxdım, çaşıb qabartma tozunu açmışam, elə bilmişəm vanildir. Yaxşıca axır momentdə üstünə baxdım. Yəni üzərinə vanil tökmək lazımdır. İçində pişmə prosesi davam edir. Ona görə də hələ istikən, yəni biraz qarışdırmalısan ki, materialı korlanmasın. Hazırlayandan sonra yadıma düşüb ki, reseptdə bir də baxdım ki, necə eləyirsən. Gördüm ki, bu qarışımın içinə 1 stakanda süd vurmaq lazımdır. Ona görə də təzədən tavaya tökəcəm, görüm alınacaq yoxsa yox. Əgər siz də hazırlamaq istəsəniz, mənim kimi eləməyin, əvvəldən südü üzərinə töküb qarışdırın. Bu pişdi, altını söndürürəm. Başqa qada keçirtmək lazımdır ki, içində qalıb xarab olmasın, yəni qurumasın. Birinci dəfə də elədiyim üçün bilmirəm necə olacaq. İnşallah ki, alınır. Yəni alınsa plan bir dadından dondurma olmalıdır. Pişirdiyimi qoydum soymağa, gəldim həyətdə gördüm ki, smavar qalayıblar.
balaca stol çəkilir. 2 paskada İran qaymağı ya da hansı qaymaqdan istəsəz eləmək olar. Bayaqca bişirdiyimiz qarışımı qaymağın içinə əlavə edib qarışdırırıq. Qarışdırıb qurtardım. İndi bunları karton stakanlara boşaldacağım. İstədiyiniz qabı boşaltmaq olar. Mən bunları boşaldıram. Belə bir streslə stresləyirəm ki, üzərinə həm qoxu qopmasın, həm də ki, dağılmasın. Hamısını streslədim, göndərirəm buzluğa. Bir gün qalmalıdır, yəni axşamdan səhərə kimi. Artıq hazırdır yemək olar. Axşam birini bacım dayana bilməyib yedi, desert kimi. Tam donmasa da biraz donmuşdu, amma dadı dadlıydı. Tam elə bir 90-cı illərin plan birinə oxşayır. İndi mən də dadına baxacağam, görüm necədir. Eynisidir. Dadı 90-cı illərin plan birinə eynidir. Prosta mən çox dondurmuşam. Biraz gözləmək lazımdır ki, yumşalsın. Zədələnmiş şamı test eləyirəm ki, görüm neçə saat yanacaq. Hələ ki 2 saatdır bu vəziyyətdədir. Evdən çıxmalı oluruq, ona görə də şamı söndürürəm, gələndə yandıracağım. Biz gedirik, eləmə bana. Biz gedirik qızımla, bacılarımla, inşaatçılara, oradan alış-veriş eləyəcək, həm də restoranda oturacaq. İstəyirsən açıqımı çıxardasan? Hə. Gəldik inşaatçılardakı gözəl evimi cehizliyə. İstədiyimi tapa bilmədim. Mən istəyən şam üçün bankalar baha idi. Dəst şəklində 43 manat idi qiyməti. Bu da həmin bankaların qiyməti 3 manatadır. Sədr idi, amma 4 manata gördüm qiymətini. Qurbanlıq şokoladı paketləmək üçün mənə qutu lazım idi. Onun üçün də Rebusa getdim. 2 dənə də divan üçün ədyal aldıq. Evə gedəndə yoxlayacağım, görüm necə qalır. Bir dənə cavalı salata dedi, qiyməti 4 manat 50 qəpik idi. Bir dənə də qarışıq pizza 12 manat. Bir dənə də Adana kebab acılı 8 manat 50 qəpik idi. Bu isti seçdim. Bir də bacılarım da kola 1 manat 50 qəpik. Cavalı salatın birinci gətirdilər, indi o birləri də gətirəcəklər. Bu da bizim Adana kebabımız. Kebabı elə bir heç yeməmiş kimi olduq. Ondan sonra 2 dənə də cavalı salata alsaydıq daha doyumlu olardı. Prosta dadına baxmaq üçün elə belə aldıq ki, görək dadı necədir. Əlimin üstündəki yazıları indi fikir verirəm. Rebusda marker alanda yoxladım ki, pigmenti necədir. Sonra da əlimdən silmək yadımdan çıxdı. Aldıqlarımız bunlardır. İndi baxaq görək nələr almışıq. Bunu inşaatçılara çatmamış yolda gördüm. Birini 8 manatdan verirdi. Biz ikisini aldıq deyənə 7 manata verdi. İstəyirik bunu divanın üstünə sərməyə. Material da yaxşıdır.
Temuda bunlar bahadır. Birini 20 neçə 30 manata görmüşəm. Burada sərf eləyir almaq. İndi sərərik baxaraq görə necə görsənir. Yolda bir dənə dayı gördük. Heç kim nə salmırdı onu. Konfet almırdı. Bacıma dedim ki alsın. Yəni onun da qazancı olsun. Bu da koladır. Həmişə kimi istəyimiz. Həm salfetka, dezodorant, duş jelidir. Bunlar da qap sürtmək üçündür. Şaş qalq. Bunu da Rebus'dan almışam. İstəyirəm şokolad qablaşdıranda bundan istifadə edeyim. Lentdir, bu da 1 manatdır. Paket açmaq üçün balaca bir bıçaqdır. Temudan gələn bağlamalarımı bununla açacağım. Bu da nəm salfetkadır. Balaca olmaq xoşuma gəldi. Qiyməti 30 qəpikdir. Bunlar da rezinlərdir. Qiymətləri bilmirəm neçə. Hə, yazılıb üstündə 1 manat 30 qəpikdir. Bu da markerdir. Qara rəngi lazım idi. Eybi yox, bunu aldım. Yazı yazmağa mənə lazım olacaq. Bunlar da dəst şəklində 5-i bir yerdə mikrofiber dəsmallardır. Bunlar da sancaqdır. Qiymətlərini bilmirəm dəqiq. Bunlar da aptekdən alıb. Pambıqdır. Kremdir. Bu da spirtdir. Paltar rezini. Onu da Padvaldan almışıq. Açstondur. Qırmızı lak, havada quruyan laklardır. Alışverişimiz bu qədər. Ədyalı saldım, belə qaldı. Çox da yaxşıdır. Bilsəydi əvvəldən belə bir şey alardıq. Yoxsa ki, divanın üstü tamam çiklənmişdi. Qaranlıqda yanında belə görsənir. Çox gözəl görüntüdür. Bura qədər izlədiyiniz üçün çox sağ olun. 1000 abunə olmağıma az qalıb. Ay Allah, sana bu nə sən? Videonu bəyənib fikirlərinizi bölüşməyi unutmayın.